Aktual gündəm efirdədir, vaxtınız xeyir. Bazar günü Macaristanda keçirilən seçkilər əslində bütün Avropa üçündə və elə təbii ki, Türk Dövlətləri Təşkilatı üçündə bir fərqli bir müstif. Azam mənim, əslində çox ciddi məsələyə toxundu. İndi bilmirəm, doğrudan mı bu bir özdə layihədir, müvəqqəti keçilmək, qayıtma, gəlmə, yoxsa versiya kimi maraqlıdır indi? Burada hər cür versiya ilə sürmək olar. Xüsusən necəsə ki, Macaristan həmişə inqilabların və dəyişikliklərin laboratoriya ölkəsi kimi çıxış edibdir. Bilirsiniz ki, həm 2000-ci illərin əvvəllərində Gürcüstanda, sonra Ukraynada baş verən inqilablarda Macar izi, Macaristanda hazırlanan könüllülərin, qeyri-hökumət təşkilatlarının fəaliyyətini biz bilirik. Yəni, mən bu prosesin içində olduğuma görə deyək. Bəs 1956-cı ildə sizin sözün qüvvət. 1956-cı ildə ki, nə idi? O da eksperiment idi. Bəli, tamamilə. Laboratoriya olaraq Macaristan mərkəzi Avropada ümumiyyətlə öncü sıradan biri olur və təsadüfi deyək ki, bayaqsıda qeyd etdiniz, George Soros'un həm Macar əsilli olması, həm bu prosesin açıq cəmiyyət institutu yaradaraq yeri gəlmişin 30 milyard dollardan çox vəsaiti var. Bütün bu prosesi idarə etməsi, bu təbii ki, bir reallıqdır, bir faktdır və bu ölkələrin daxili işinə qarışmaq və orada ayrıca bir institut var idi, yeri gəlmişdə akademiya var idi. Təsis olunmuşdu və 6 aylıq, 1 illik kurslar keçirilirdi və bunlar açıq cəmiyyət, belə deyək. Açıq Cəmiyyət İnstitutunun universiteti idi. Burada hətta bəzi mən tanıdığım həmkərlər vardı, onlar orada məzun olmuşdu və burada da çox məmnundular. 200 dollar, 300 dollar görə növbəyə qoydular. Bunun vaxtı ilə Orban hakimiyyəti özünün daxili işlərinə müdaxilə üçün və özünün hakimiyyətinə təhlükə olduğu üçün bir Soros'u ümumiyyətlə Macaristandan çıxartdı. Bu əlbəttə ki, bu heç də izsiz qalmır. Yəni, sən bunu fiziki olaraq çıxarda bilərsən, amma onun kökləri var. Uzun müddət orada işlənən layihələr var, insanlar var, böyüdülən, yetişdirilən şəxslər və kadrlar var. İndi Macar Soros'un yetirilməsi sayıla bilərmi? İndi mən ona ikinci hissəyə gəlirəm. Burada artıq bayaq hörmətli sahib müəllim məsələləri çox doğru toxundu. Və mən onun dediklərini konspirologiyadan daha çox real ehtimallara əsaslanan, sadəcə bizim əlimizdə fakt yoxdur. Çünki faktları biz əldə edə bilmək, bu xüsusi xidmət orqanlarının əlində ola biləcək faktlardır. Bu məsələdə o ideoloji müharibənin, ideoloji qarşı durmanın liberalizmlə deyək ki, millətçilərin, bir növ trampistlərin və yerdə onun nümayəndələrinin bir vuruşu kimi də qəbul etmək. Çünki bilirsiniz, bugün Avropa İttifaqında bilirsiniz, Macaristan və Slovakiya əsas Avropa İttifaqının Brüsselin qərarlarına qarşı çıxa biləcək durumdaydı və bu Trump'ın da əsas istehkamı Avropa İttifaqında məhz Orban idi. Sloveniyanı saymırsınız bu siyahı? Slovakiya. Bildim, amma Sloveniyanı saymırsınız. Yox, Sloveniya yox hələ, o yeni proses gedir. Amma Slovakiyanın baş naziri üstün mövqeyi və ona qarşı olan sui-qəsdi biz bilirik. İndi gələk bu məsələ, bu ehtimallar üzərində. Məsələ, fikir verirsən ki, Orbanın ən yaxın adamlarından biri, yaxud da ən azı onun silahdaşı olan, vaxtıyla dediyim kimi 2000-ci ildə ondan tanış olan, bir yerdə bir ideoloji bir kursu qəbul edərək, mənimsərək davam etdirən Peter Macar 2024-cü ildə dərhal siyasi kursunu dəyişir və gəlir 2020-ci ildə yaradılmış bir partiya, yeri yemiş həmin partiyada, Tissə partiyası, bu da yəni xüsusi olaraq fərqlənmirdi. Çünki Orban hakimiyyətinin, Orbanın yaratdığı partiyanın içindən çıxmış bir qrup şəxsləri idi. Və 2004-cü ildə artıq müxalifətə keçir və 2026-cı ilin aprelində hakimiyyətə gəlir. Və onun əvvəlinə baş verir, bəyək biz qeyd etdik. Həyat yoldaşı onun ədliyyə naziri idi. Bu nə demək idi? Həyat yoldaşı ədliyyə naziri olan bir şəxs sonradan gəlib müxalifət ola bilərmi? Ola bilməz. 23-cü ildə ayrılır. Bir il bundan qabaq ayrılır. 3 uşağı var. Buna baxmayaraq bundan ayrılır. Və burada da çox asanlıqla bunu ictimai rəyə təqdim edirlər. Niyə ola bilməz? Yox, indi məsələn, bizdə Ədliyyə Naziri işdən çıxandan sonra partiya lideri olur. Yox, mən başqa şey deyirəm. Yəni, mənim həyat yoldaşım Ədliyyə Naziridir. Mən götürürəm hakimiyyəti
açıq şəkildə, çox ciddi şəkildə tənqid edir və müxalifət doğurum. Orada biraz şey yaranır. Paradoksal bir vəziyyət yaranır. Sən yox, orada qəbul etməyən, onda deyəcəksən ki, səs vermədə hər kəs özü səs verir. Kollektiv ailəvi səs vermir. Siyasətdə bu keçmir. Siyasətdə incə məqamlar var. Birinci mənada sual verəcəklər ki, sən elə ki, öz həyat yoldaşından yapış, onu islah ehtiyatında o dediğin iradlar ona bildir. Bizim şu Ədliyyə Naziri ciddi bir vəzifədir. Çünki birinci bu hüquq sistemində birbaşa məsuliyyət daşıyan orqanlardan biridir. Bunu indi sadəcə Avropa cəmiyyətində bir həyat yoldaşına denən bu partiyada və yaxud da bu vəzifədə niyə belə eləyir? Yəni bu mümkün. Mən sizə başqa bir misal deyim. Bax, mən sizə Albaniyadan bir misal deyim. Mən Albaniyada seçki müşahidə missiyasının rəhbəri olmuşam. Bəli. Həmin dövrdə Albaniyanın prezidenti olan Mete, indiki baş nazirə müxalifət idi. Bəli. Və onun da həyat yoldaşı partiya sədri idi. Və orada o məsələ qoydular ki, sənin həyat yoldaşın partiya sədridir. Sən də burada dini mənsubiyyəti nə idi onun? Yox, dini mənsubiyyəti bizim üçün önemli deyil. Yox, mən elə bir sual vermədim. Burada biraz Avropa, yəni dini mənsubiyyəti xristiyan idi. Əgər bilmək istəyirsən. Xristiyan hansı xristiyan? Nəysə, önemli deyil. Yox, burada siz nətər? Biraz liberal dəyərlər var orada. Mən düşünmürəm belə, mən düşünmürəm. Yox, burada etik dəyərlərdən söhbət gedir. Etik məsələdə bu. Bilirsiniz, burada liberal siyasətdə etik məsələ. Nəsə, mənim sözümün canı o deyildi. Deməyim odur ki, əgər biz bunu bu kontekstə yanaşsaq və həm də Peter Macarın dediyim kimi Brüsseldə 10 ilə yaxın diplomat olduğunu nəzərə alsaq və birbaşa Brüsseldən təmasda olduğunu, müəyyən bağlar yaratdığını nəzərə alsaq və hətta biraz da qabağa gedərək ola bilsin ki, artıq bilirsiniz, indi siyasətin görünən tərəfi var və onun arxa tərəfi var. Arxa tərəfi o qədər qəliz və mürəkkəbdir ki, arxa qapılar arxasında nələr arxa qapıları müzakirə eləyəcəyik. Mən üzr istəyirəm, bizim bir bağlantımız var İsmail Cingöz Türkiyədən. İsmail bəy, salam, istəyirəm o da bizim söhbətimizi eşitsin. Xoş gördük sizi İsmail bəy. Hoş gördük Elçin bəy. Sizə və qonaqlarınıza selamlarımı göndəriyorum. Təşəkkürlər. Azəm əmi, indi fikrinizin bax yekunu kimin? Bu tam varislik əməliyyatıdırmı, yoxsa bir-birinə asılı olmayan siyasi prosesdə? Yox, mənə belə gəlir ki, tam varislik olmasa da bu prosesdə öncədən müəyyən bir anlaşmanın, razılaşmanın olması istisna etmək olmaz. Çünki bilirsiniz, istənilən halda Orban, bilirsiniz, dediyim kimi çox mürəkkəb siyasətçi olduğu üçün o bu keçid dönəmini daha rahat, daha deyək ki, rəvan formada keçməsinə və özünün də gələcək həyatı üçün, zəmanətin əldə edilməsi üçün müəyyən çövdələşməyə getməsi istisna edilmir. Amma bu belədirmi? Bunun üçün bizim əlimiz əsas yoxdur. Yox, əlbəttə. Amma ehtimallar, prosesin gedişatı, buna hazırlıq, mən niyə elə bundan öncə partiyadan keçdi müxalifətə və sonradan bu proses belə sürətləndi, bu ola bilər. Amma bilirsiniz, onlar təbii ki, bu məsələlər o qədər profesional şəkildə, peşəkar şəkildə qururlar ki, bu ictimaiyyətdə o qədər hiss olunmur. Amma bunun nə qədər bu ehtimallar doğru olacağını biz yaxın bir ildə görəcəyik və onu həyata keçirdiyi siyasətdə. Məsələn, elə hallar olub ki, biz bunu görmüşük, məsəl üçün Qırğızstanda Atambayev çox çalışdı, vuruşdu, deməli, öz dönəmindən sonra yeni bir varis seçdi. Prezident Japarov idi, yoxsa kim, tamam bilmirəm. 6 aydan sonra Atambayevi həbs etdi həmin prezident. Hansı ki, onu baş nazir təyin etmişdi. Və ondan sonra, yəni belə hallar ola bilər. Ona görə də yaxın zamanlarda biz biləcəyik ki, bu anlaşma ya yox. Amma istənilən halda bu bir dəyişiklikdir, bilirsiniz. Bu dəyişikliyi Macar xalqı edibdir. Bu da hörmət etmək lazımdır. Əlbəttə, çox böyük bir səs çoxluğu ilə bunu baş nazir yaxud da qalib partiya edibdir. Bizə düşən də odur ki, Macar xalqının təbii ki, qərarına hörmətlə yanaşmaq. Siz sual verirsiniz, biz məcburuq bu suala cavab verək. Amma mən hesab edirəm ki, biz siyasətçi olaraq, yaxud da millət vəkili olaraq biz bu məsələlərdə bu qədər dərinliyə gedib, burada hər hansı bir oyunun olub-olmamağını o qədər də önəmsəməməliyik, biz ileriyə baxmalıyıq. Mən həm Arzuxan müəllimin, həm də Sahib müəllimin dediyinlə tam razıyam ki, Peter Macar pragmatik siyasətçidir. O, Azərbaycanla Türk dünyası münasibətləri nəinki körləyəcək, əksinə daha da inkişaf etdirəcək. Çünki onun milli maraqları bunu deyir. Zaten o bəyanət də verdi ki, mən Macar xalqı nə Pekində, nə Moskvada, nə Vaşinqtonda, nə Brüsseldə qərar vermədi. Macaristanda qərar verdi və biz də Macarların milli maraqlarını qorumaq üçün hər bir mərkəzlə işləməyə hazırıq, o cümlədə Moskva ilə də. Hətta dedi ki, mən bütün o şeylərə baxmayaraq,
fikir ayrılığına baxmayaraq mən Zelenski ilə görüşməyə hazıram. Yəni bu çox doğru bir siyasətdir. Bilirsiniz Elçin müəllim, bu bizim də dövlətimizin siyasəti həmişə bizim milli maraqlarımıza söykənərək qurulubdur. Macar xalqının da maraqlarına nəzərək mənim ki, Peter Macar öz siyasətini quracaq. Bir dövlət üzv ola bilməz. Olmasa plus. Yox, bu Türk dövlətləri adındadır. Biz Cənab Prezidentin bundan bağlı bir açıqlaması oldu yaxınlarda. Çox maraqlı bir açıqlamaydı və dedi ki, səhv edirəmsə, Türk dövlətlərinin baş nazirlərinin toplantısı olan zaman qeyd etdi ki, Türk dövləti təşkilatı həm ona görə unikaldır ki, biz liberal dəyərlər, prinsiplər üzərində yox, milli kök üzərində, mədəniyyət üzərində, tarix üzərində qurulmuş. Haqlısınız. İkinci əsas məqamdır. Yeganə, bəlkə də ən az, nadir beynəlxalq təşkilatlardan biridir ki, üzvlər arasında hər hansı bir fikir ayrılığı yoxdur. Məsələn, NATO-nu götürək. Bax, bütün necə vəziyyətdə də hamımız bilirik. Kifayət qədər qüsbləşmə başlayır. Avropa İttifaqını götürək. NATO ilə və Avropa İttifaqı ilə müqayisə eləməyək. Gəlin ərəb ölkələri. Ərəb ölkələri, tamamilə ərəb ölkələri. Onların vəziyyəti nə yerdədir? Nə yerdədir? Yaxud da İslam Əməkdaşlıq Təşkilatını götürək. Məsəl üçün, dini dəyərlər üzərində qurulan bir qurumdur. Yəni, niyə Ərəb Dövlətləri Liqası işləmir, misal üçün, və biz nədir orada problem işləməməyin? Burada çox böyük problem. Birinci, ərəb ölkələri kifayət qədər geosiyasi düşərgələrə bölünüblər. Biz, axı, Türk dövlətləri də belədir. İndi onu mən gələcəm. Yəni, o qədər dərin qatlar var. Bunlar öz işini görür. İkinci, ərəb dövlətləri arasında tarixən kifayət qədər müharibələr, savaşlar olub. Və ən vacib əlbəttə öz aralarında. Və üçüncü, burada dini məqamlar, cərəyanlar, dini məzhəblər də az rol oynamır. Və nəhayət, onların bölündüyü müxtəlif qitədə Asiya və Afrikada olan vəziyyət, onların iqtisadi durumu bayaq indi biz kiçik olaraq fasilədə qeyd etdik. Onların bugün deməli dünya bazarına çıxartdığı deməli malların və yaxud da ki onların bugün tranzit deməli yollarındakı olan maraqları bəzən bir-birinə ziddiyyət təşkil edir. Amma Türk dövlətlərdə bu tamamilə fərqlidir. Dedikləriniz hamısının oxşarları bizdə də var. Dini, təriqət məsələsində fərqlər var. Biz neçə imperiyanın varisləriyik və ümumiyyətlə İslam xilafətinin neçə il davamçısı Osmanlı oldu, nə qədər ərəblər özləri oldu. Onun cavabı buradadır. Yox, bundan da əlavə fikir ayrılıqları məsələsi. Mən sizə deyim də, yəni bu da zəmin ola bilərmi? Gələcək üçün indi yoxdur. Amma biz bilmirik gələcək üçün. Kim gələcək hakimiyyətə, necə bir qüvvə gələcək, tutaq ki, Qırğızstanda. Yox, mən sizə deyim, tamamilə fərqli bir durumdur. Birinci, bizim Türk dövlətləri arasında heç bir halda bu qədər ərəb dünyasında olduğu kimi fikir ayrılığı yaxud da tarixə söykənən müharibələr, savaşlar olmayıbdır. İkinci, dediyiniz o dini məzhəb məsələsi, yox, qulağa, yox, nə olub? Xristiyan ərəblər də var. Yox, indi biz bir dəfə indi Osmanlı ilə Səfəvilər arasında bir dəfə Niyə Şeybani? Yox, indi onlar, yox. Teymurləng də gəlib buralara qədər çıxır. Yəni, o meyar dölə xazır. Yox, qulaq ası, onlar tarixdə qalıbdır, qulaq ası. Bunların da savaşı tarixdə qalıbdır. Qalmayıbdır. Qalmayıbdır. Məsələn, mən ona gətirmək istəyirəm ki, bunların savaşı məhz tarixdə qalmayıbdır. Qırğızstanla Özbəkistan az qalmışdı savaşsınlar. Gördük, barışdılar. Yox, biri var məhəllə savaşı. Epizodik sərhəddə olan, məsələn, Qırğızstanda... Mən biz siz niyə oponent deyilirəm? Mən istəyirəm ki, bax, bir də aydınlaşdıraq ki, Türk Dövlətləri Təşkilatı və Ərəb Liqasının uğursuzluqları burada niyə olmayacaq? Bax, bunların cavabını tapaq. Və bunun daha uğurlu layihə olduğunu göstərək. Qoyaqda qədər fikir deyim, sonra siz deyəsiniz. Deməli, təbii ki, fərqli tarixi kontekstlərdir, tarixi şəraitlərdir. Bunları biz nəzər. İndi mən onun çox dərinliyə getsək, gərək Ərəb Liqasının yaranma tarixi, orada başlayan hadisələr, liderlik, uğrunda yarışmaları qoyaq bir tərəfə. Burada niyə bu olmayacaq? Dediyim kimi, bugün hal-hazırda bizi birləşdirən tarixi köklər, mədəniyyət, dil birliyi və s. bunun üzərinə gəlsə bizim maraqlarımız. Məsələn, təkcə orta xətti götürək, orta dəhlizi götürək. Baxın, görün, Türk dövlətlərini bundan daha çox bir-birinə sıx bağlayan bir şey varmı? Yox. Amma Ərəb ölkələrdə belə bir xətt varmı? Yox. Bugün orta xəttin inkişafında Mərkəzi Asiyada maraqlıdır, Azərbaycan, Türkiyədə. Hətta Avropa İttifaqı özü də maraqlıdır. Bəxsi deyilsə, Macaristan Avropa İttifaqının təsiri ilə Türk dünyasında uzaqlaşa bilər. Xeyr.
Avropa İttifaqı heç bunun maraqlıdır deyə uzaqlaşdı. Mən onu dedim ki, əksinə, Çünki Avropa ağlı olsa İttifaqı eləməz. təkcə Çünki qlobal qeyd deyilən layihə Elçin müəllim 10 milyar dollar vəsait ayırıb Mərkəzi Asiyada. Bəli, mən onu dedim ki, onun reallaşması üçün. Onu necə onu çəkəcək? Avropa İttifaqı bugün enerji, yəni yaxşı enerji layihəsi inkişafı üçün Azərbaycana 2,3 milyard avro pul ayırmaq istəyir. Amma mən başqa şey deyim. Bax, niyə onda sahib mənim dedi ki, Türk Dövlətləri Təşkilatı plus olmayacaq? Yox, plus olmayacaq demədi. Dedi ki, siz məsələyə gətirdiniz ki, hansı dövlət plussuz üzv ola bilər? Mən də... Yox, mən elə demədim. Sahib mənim dedi ki, ola bilər ki, plus olmasın. Yox, plus olmasın, burada o dövlətlərin qərarından sahib mənim elə demədi. Sahib mənim dedi ki, plus olmaq üçün birinci buna müəyyən əsaslar lazımdır. Məsələn, indi biz dedik, Macarıstan niyə gəldi, üzv oldu? Asosiyativ üzv oldu da, tam üzv ola bilmədi. Sabah Gürcüstan asosiyativ üzv ola bilər. Bu artıq maraqlı. İran ola bilər. Çin ola bilər. Rusiya məsələni istəyir. Bu ola bilər, bu artıq dövlətlərin qərarından asılıdır. Əgər yox, mən indi demirəm olacaqdır, amma hipotetik olaraq mən götürürəm də. Yəni, bu kontekstdə yanaşsa, orada da vətəndaşların sayında türklərin çoxluğunu nəzərə alsa, illah da ki, Rusiyada neçə muxtar dövlət və yaxud da ərazilər faktik türk mənşəlidirlər. Yox, bilirsiniz, elə şeylər var ki, onları biz qoruyub saxlamalıyıq. Bəzən bu cür ölkələrin tam hüquqlu üzv olması artıq həmin təşkilatın konsepsiyasını dəyişir. Bax, onu yol vermək olmaz. Anladım. Bax, indi mən istədiyimi təxminən ala bildim ki, burada konseptual olaraq təkcə milli məsələ deyil, vacib olan milli məsələ. Amma həm də bir keçdiyimiz tarixi yol var. Bu bizə baş sual olur. Biz birbirimizi qorumasaq, bizim mütləq kimsə gəlib yenə də qapazlamaq istəyəcək də, bu kobud deyirəm. Baxın, biz niyə türk soyu yaratmışıq? Bəli, mədəniyyətimizi talan eləməsinlər. Biz niyə vahid türk əlifbasının üzərində işləyirik? Biz niyə bütün inteqrasiya proseslərdə gedirik? Biz üzr istəyib İranla bunu edə bilərikmi? Xeyr. Biz dediyiniz o qonşu gürüz edə bilərikmi? Gürüz gəlib bir də əlifbamızı öyrənəcək. Ona görə də, bax, bizim unikallığımız odur ki... Bax, bu xətti mən bayaqdan çıxartmaq istəyirəm ki, ərəbin bu problemi yox idi. Amma bizim bu problemimiz və bizdən qorxduğu üçünmü? Macarıstanı bayaq elə belə sahib mənim də bunu dedi, siz də bunu qeyd elədiniz. Arzu xanım mənim də dedi ki, digər qonağımız da dedi ki, yəni Macarların həm assimilyasiya eləmişik sizi belə əritmişik içimizdə. Onlar bizi də əritmək istəyirdilər və bunun üçün də çox ciddi işləyirlər. Və bu proses indi daha da sürətlənə bilərdi. Sosial medianın inkişafı ilə, digər mexanizmlərin inkişafı ilə. Siz indi deyirsiniz belə 10 milyardla gedir Avropa ora. Təkcə iqtisadi layihə mi gedir, yoxsa assimilyasiya üçün mü gedir, yoxsa başqa bir şey üçün gedir, biz bilmirik. Mən şəxsən Avropa İttifaqı, yox, Avropa İttifaqı ora getdiyi məsələ sırf pragmatik siyasi. İndi sabah nəyə çevrilir? Yox, çünki bilirsiniz, bugün Avropa İttifaqı türk dövlətlərinə möhtacdır. İndi mən, yəni sabah, bax, görürsünüzmü? Sabah hər şey ola bilər, amma türk dövlətləri də, üzr istəyirəm, sadə dövlət deyil, onlar da özlərini qorumağı bacaracaqlar. Bəli, bəs, həm də təhlükəsizlik xətti. İndi İsmail bəydən bir icazə verin, bir şeyi soruşum. İsmail bəy, mən elə belə götürmədim bu müqayisəni, istəyirəm bu